Ağcabədidə Qərbi Azərbaycan İrsi məktəblərdə mövzusunda tədbir keçirilib. Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəliyi, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İrsi məktəblərdə mövzusunda tədbir keçirilib. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin sədri Arzu Niftalıyeva açaraq bildirib ki, tədbirin əsas məqsədi Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin, milli mədəni irsimizin və soydaşlarımızın yaşadıkları tarixi torpaqlar haqqında məlumatların məktəblər arasında təbliği, şagirdlərdə milli yaddaşın və vətənpərvərlik ruhunun gücləndirilməsidir. Daha sonra Qərbi Azərbaycan İcmasının Ağcabədi rayon üzrə nümayəndəsi Radə Qafarova çıxış edərək Qərbi Azərbaycan tarixi, Azərbaycanlıların həmin torpaqlarda yaratdığı zəngin mədəni irs, soydaşlarımızın deportasiyalara məruz qalması və Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə məlumat verib. Çıxış zamanı Qərbi Azərbaycan tarixi və mədəni irsi ilə bağlı müxtəlif kitablar nümayiş etdirilib, iştirakçılara həmin nəşrlər haqqında məlumatlar verilib. Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov çıxışında gənc nəslin milli ruhda tərbiyə olunmasının, tarixi həqiqətlərin məktəblərdə təbliğatının və Qərbi Azərbaycan mövzusunun gələcək nəsillərə düzgün şəkildə çatdırılmasının vacibliyindən bəhs edib. Tədbirdə eyni zamanda çıxış edən Ağcabədi rayon Mirzə Fətəli Axundov adına 3 nömrəli məktəb liseyin təqaüddə olan əməkdar müəllimləri Zəhra İbrahimova və Camal Abbasov çıxışlarında Qərbi Azərbaycanlılarla bağlı xatirələrini bölüşüblər. Onlar deportasiya dövründə Qərbi Azərbaycandan olan ailələrin Ağcabədi rayonu ərazisində məskunlaşması, yeni mühitə adaptasiya prosesi və həmin insanların yaşadığı çətinliklər barədə danışıblar. Eyni zamanda mövzunun məktəblərdə tədrisinin əhəmiyyətini vurğulayıblar. Yekunda Ağcabədi rayon Hacıbədəlli kənd tam orta məktəbinin müəllimi əslən Qərbi Azərbaycanlı olan Həqiqət Murtuzova çıxış edərək milli irsin gələcək nəsillərə çatdırılmasında müəllimlərin rolundan danışıb. O, eyni zamanda doğulduğu Qərbi Azərbaycan torpaqları, ata yurdu və uşaqlıq xatirələri ilə bağlı duyğularını tədbir iştirakçıları ilə bölüşüb. Tədbirdə xüsusilə vurğulanıb ki, məktəblərdə Qərbi Azərbaycan mövzusunda açıq dərslərin keçirilməsi, müxtəlif müsabiqələrin təşkili və təbliğat işlərinin genişləndirilməsi, şagirdlərin tarixi yaddaşının formalaşdırılması və milli dəyərlərə bağlılığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.